Salam değerli izleyiciler, ben siyasi bloger Elnur Aliyev. Size bir video koyacağım. Zəhmət olsa videoya baxın. Xəbərdarlıq edirəm ki, əgər hardasa daşqın nəticəsində, yanğın nəticəsində nəsə yanır, batır, dövlətdən dəstək almaq İlham Əliyev sizə xəbərdarlıq edir. lazım deyil. Sizə dəymiş ziyanı prezidentə və dövlətə müraciət eləməli deyilsiniz. İlham Əliyev, mənim sözüm buradan sənədir. Neftdən gələn gəlirlər illik milyardları ötüb. Günlük milyonları ötüb. Zamanında kanalizasiya sistemini siz düzgün düzəltsəydiniz, bugün insanların bütün o malları, mülkləri suyun altında qalıb tələf olmazdı. Mən sizdə günah görmürəm. Ay Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, mən birbaşa xalqın özündə günah görürəm ki, xalqın bir çoxusu götə girəndir. Sabunsuz, quru-quru götünüzə girir. Başa düşdünüz? Ona görə də siz nə qədər ki haqlarınızı, hüquqlarınızı İlham Əliyevdən istəməsəz, icra hakimiyyəti, icra nümayəndələrindən istəməsəz, sizin nə qədər ki bu vaxta kimi suskun deyansaz, elə bundan da beş bətər olacaq. İlham Əliyev, sən zamanında o kanalizasiya sistemini düzgün düzəltsəydin, indi bir dəqiqə başı suyun altında qalmazdı. Elə arsız da deyir sizi, xalq dövlətdən yardım istəməsin, məndən yardım istəməsin. Bəcəyib kimdən yardım istəsin? Bəs kimdən yardım istəsin? Hər qövmə görə başçı təyin olur. Azərbaycan xalqı, siz nə qədər ki İraq yaxşılarınızdan soxub içinizə dayanacaqsınız, belə sakit dayanacaqsınız. Bundan da beş bətərindən.